Həm televizor kimi istifadə edə bilərsiniz, həm ağır oyunları oynaya bilərsiniz, həm də 14.1 inçlik böyük ekranında filmlər izləyə bilərsiniz. Bu planşetimiz Umio brendindən 16 Max modelidir. Bütün gördüyünüz aksesuarlar da planşetin üzərində verilir. İdarə etmə pultu, sensor qələm, şarj adapteri və şnuru, flash kart qoşmaq üçün OTG, iynə, mausu üzərində olan klaviatura və pastavka kimi də istifadə edə biləcəyiniz keyfiyyətli kabro. Bundan əlavə planşeti daşımaq üçün gözəl bir çanta da planşetin komplektinə daxildir. Bu model orijinal bir məhsul olduğu üçün üzərində göstərilən bütün göstəricilər də realdır. 12 GB RAM-ı var, 512 GB da yaddaşı var. RAM-ını 18 GB-a qədər artırmaq mümkündür. Qeydiyyat olunduğu halda 2 nömrə dəstəkləyir, yaddaş kartı girişdə mövcuddur. 3.5 mm qulaqlıq girişinə sahibdir. 4 ədəd güclü dinamiklə çox keyfiyyətli stereo səsi təmin edə bilir. Prosessor da güclüdür, heç bir donması, kasması yoxdur, çox sürətli işləyir. Ən son versiya olan Android 15 əməliyyat sistemi ilə işləyir. Play Marketdən ürəyiniz istəyən ağır oyunları və proqramları yükləyib istifadə etmək mümkündür. Ön və arxa kamerası var, görüntülü danışıqlarınızı həyata keçirə bilərsiniz. Onlayn dərslərə qoşulub rahatlıqla istifadə edə bilərsiniz. Yüz tanıma özəlliyi də bu planşetdə mövcuddur. Face ID ilə ekranı aça bilirsiniz. Ekranı çox böyük olduğu üçün televizor kimi də istifadə edə bilərsiniz. Office proqramlarını da dəstəkləyir, Word, Excel, PowerPoint-da da rahatlıqla işləmək mümkündür. Qiyməti də çox münasibdir. Bu qiymətə, bu ölçüdə planşet tapmaq mümkün deyil. Bir çox sahədə işlərinizə yarayacaq bir planşetdir. Ekran həssaslığı yüksək olduğu üçün yazı işlərinizi stylus qələmlə rahatlıqla həyata keçirə bilərsiniz. Bu planşetdə ekranın 2 yerə bölünməsi özəlliyi də var. Ekranı 2 yerə bölərək bir hissəsində başqa proqramı, digər hissəsində başqa proqramı eyni vaxtda istifadə etmək mümkündür. PUBG kimi ağır oyunlarda bu planşetdə oynamaq mümkündür. PUBG-da 45 FPS verir. Sifariş etmək üçün profildəki nömrə ilə əlaqə saxlaya bilərsiniz.